Videoya keçməmişdən əvvəl sizə yeni açılmış Telegram kanalıma abunə olmağı xahiş eləmək istəyərdim. Telegram kanalının adı Dünya Quruluşu 24-dür, TikTokdakı kimi. Gəlin bir gün öz ölkəmiz haqqında maraqlı faktlara nəzər yetirək. Azərbaycan dünyanın 11 iqliminin 9-una malik olan ölkədir. Abşeron torpağı təbii qaza görə öz-özünə yanır. Odlar yurdu adı burdan gəlir. Dünyanın ən qədim atəşpərəst məbədlərindən biri Suraxanıda yerləşir. Azərbaycan dünyanın ən çox palçıq vulkanına sahibdir. Ölkədə 350-dən çox palçıq vulkanı mövcuddur. Qobustanda 25-30 min illik qaya rəsmləri mövcuddur. Azərbaycanın daha bir bölgəsində yerləşən Şəki Xan Sarayı bir dənə də olsun mismarsız tikilibdir. Azərbaycanın paytaxtı Bakı şəhərində dünyada ilk dəfə neft çıxıb. Azərbaycan nefti Sovetlər Birliyi müharibəsini qələbə qazanmaqda əsas rol oynayıbdı. Azərbaycan nefti cəbhənin 70%-dən çoxunu təmin edirdi. Azərbaycanın 50%-dən çoxu dağlardan ibarətdir. Şimalda Qafqaz dağları, cənubda isə Talış dağları. Azərbaycanın ən böyük zirvəsi isə Bazar düzüdür. 4466 metr hündürlükdə yerləşir. Azərbaycanda həm də sönük olan və potensial oyanmaq riski olan vulkanik dağlar var. Azərbaycan həm də dünyanın ən böyük gölü olan Xəzər gölünə çıxışı var. Azərbaycanın paytaxtı Bakı şəhəri Xəzər gölünün sahilində yerləşir. Soruşa bilərsiniz, niyə Xəzərə dəniz deyirlər? Ona görə ki, həddindən artıq böyük bir göldür. Azərbaycanın ən uzun çayı isə Kürd çayıdır, 1515 kilometr. Azərbaycanda çox sayda duz gölləri mövcuddur. Azərbaycanın iqtisadiyyatının əsası isə təbii sərvətlər, neft və qaz təmin edir. Azərbaycan torpağında demək olar ki, hər şey yetişir. Soğan, alma, limon, apelsin, mandalin, qoz, fındıq və sair nemətlər. Azərbaycanın mədəni paytaxtı isə 2020-ci ilin 8 noyabrında işğaldan azad olunmuş Şuşa şəhəridir. Azərbaycan həm də öz atları ilə çox məşhurdur. Bunlardan ən məşhurlarından biri Qarabağ atlarıdır. Və sonda, el bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan.